Ona da orada oyun qururlar. Amma Azərbaycanın güneyin yerinə ki, ay güneylər siz də başınızı qoyun, yatın. Biz sizin yerinizə elə söhbət yoxdur. Güneylər özləri öz yerinə separatçı deyir ki, güneylər. Güneylər Türk dünyasını parçalamır. Bir Türk kimin ortaya girir? Sen gelip Güneyliyə demədin ki, denen haray haray Türkəm mən. Bayraq qaldır, bozdur qaldır. Bu Türk kimin gəlib yetişib, gənc millətdir, şuuru yerindədir, döyüşür, döyüşür. İran adlanan yerdə əgər başqa etnikləri görürsənsə və bu Farsı başımıza qalxınc eləyirsən, bu Kürdü onun yanında qalxınc eləyirsən, teröristləri gətirib başımıza çıxartmaq istəyirsən, bu Türk milləti də Orta Asiyanı görüb, Azərbaycanı görüb getməz day bu şeylərə. Azərbaycanda getməz. Ay hazır nəm kim gətirir və ya da mən bir dənə eşitdim burada. Ay Amerikada. Ne olsun ki Amerika, ay Amerika çünkü qaba bu Şurəvi dövlətində də belə idi. Day Şurəvi day Sovet day bunun duasını oxuyub day. Xeyir duasını verir qoy gəlsin. Day Amerika bu adamın siyasətçini. O da gətirib doldurmuşdu Irak'ta. Hamısı ne oldu o adamlar? Hara getdilər onlar? Sen getirmişdin Afrikadan dolu dolu. Bölgədə bizim millətimizin öz gücü yetər təhsə ki bu millət ayıq düşər. Deyək ki bu Ommanda danışıq nə gedir? Bu bizim öz ölkəmizdə Antalya'da söhbət nə gedir? Ağdənizdə söhbət nə gedir? Güneylər bunu bilməlidirlər. Güneylər demək ki bilməlidirlər ki bu Kürt oyunu projesi nə oyundu bunlar çıxardılar? Ən böyük təhlükə projesidir. Ona göre bunları silahla filanla dəhmərləyib yana verirlər. Bunlar durublar basenlərini oynadırlar, sini oynadırlar. Dalında arkasında bunların başka oyunlar var. Mahkudan, madələyəsiz, daş maçıdan başlayıblar. Bunlar dövlət yaratmaq istəyirlər. Özlər də deyirlər, gizlətmirlər də. Türkiye'de dişleri batmır da siyasi iş görürler o heç. Görürler de siyasi iş görür. Ama bizimle Azerbaycan'ın güneyine kimse Türk deyirsə, əgər bu 40 milyon Türkiye sayın Araz bəy, kimsə hər kəs olur, istər mən olum, istərsin. Kimsə bu 40 milyon Türk'ü görmək istəmirsə və yaxud ona durub nağıl oxuyur, ona demək ki dua oxuyur, ona demək ki yuxu dərmanı verir, ona hay gözləyir, sonra xeyr bu millət ayıqdır. Kimin yerinə qoyursan? Kimin yerinə qoyursan sən durasan bu millətə demək ki yasını oxuyasan. 90-cı illərdə, 90-cı il başlarında ondan qabaq 80-ci illərdə mən bu Azərbaycanın quzeyindeydim. Sovetə bir söz demək olurdu. Bu millət amma içində ruhunda şuuraltı 90'larda qalxdı ayağa. Türkiye'də hələ indi adam ölüb gedib bir Turgut Özal filan. Yox orada filan məzələnirdilər. Amma bu millət qalxdı ayağa dövləti və nə də etdi göz qabağındadır. Azərbaycanın güneyində, böyük Azərbaycanda qat-qat və bu günlərdə yoxsun Trump deyirsən Trump deyir, deyən görə ki Amerikalılardan biz görmüşük. Mən bunu Washington'da, kongresdə iştirak eləmişəm. Orada adamlarla görüşəndə demişəm, gəldiniz siz elədiniz, Məhəmməd İzanı şah siz elədiniz, qabağa düşdünüz Şuvartsko, gəldiniz Azərbaycanda 30 bin adam öldürdünüz, siz elədiniz, Məhəmməd İzanı şah siz elədiniz, biz o işin iştirakçısıydık, gördük. Yəni ondan sonraki gedən bütün o proseslərdə. Bu günlərdə orada demək ki, bunlar gizli desən, ay Araz bəy, bunlar nə ilə məşğuldular? Bizim taleyimizlə bunlar məşğuldur, oyun çıxardılar. Yenidən 100 sənədən sonra aldım gül, verdim gül. Şəngülüm, məngülüm oynayırlar bunlar. Ona görə də bizim millətimiz bilməlidir. Yəni buradan ki, oradan demək ki, bunlardan hansı söhbət çıxacaq, Amerika gətirəcək. Bəzi soydaşlarımız da dayananda deyirlər. Amerikanın planında, Avropanın planında qələt eləyir. Mən bunu 1000 dəfə demişəm. Amerikanın planında, Avropanın planında, dost düşman kimin planında güney məsələsi yoxdur. Qələt eləyirsənsə. Var olan bir milləti, güclü bir milləti, tarixən dövləti, millətin bu günləri döyüşür bu millət. Orada demək ki, hər nə deyəcəm var, açıq, moderndir. İndi düşübsən Farsla Kürdün dalına, biri də deyirlər ki, əşi yox bunlar bazidir, bunlardan bir şeydir. Nə deyirsən sən? İndi gündə neçə ildir? Sayın Araz bəy, Sulduz mahalından tutmuş o tərəflərdən 10 minlərcə, 100 minlərcə kürdanələr baş alır, şələ daşıyırlar. Gedirlər dağdan Ərbilə, o tərəfə, oradan da qəşəng keyflə gəlirlər. Təbriz bazarın, Batı Azərbaycan bazarların ta ki bu dəfə gördük gözünə. Hər halda bu günləri ki, bugünkü şənbə günündən ki, demək ki, dağ sıçan doğdu, Trump çox keyf oğlandı. Yəni bir dənə teatr yaradır, deyir, bu tozanak yaradır, işin içindən nə çıxacaq? İşin içindən nə çıxacaq? Deməli, mən əvvəl xəbərlərə baxırdım, o bu oturumda elə yenə üzümüzdə gələn şənbəyədir, yəni cumartəsində. Bəli, gələn həftə olacaq. Gələn həftə olacaq, amma məsələ budur ki, indi siz başda olmaqla biz də bu İran adlanan yerdə gedən siyasəti bəzi vaxtlar görürsən bu quzeydə olan və xaricdə olan bəzi soydaşlarımız Türkiyədə.
Elə bunlar da bu Güneylər də gedib oturub xaricdə, desən xaricdə dünya nə sən danışırsan? O qədər xəbərsizdilər məsələlərdən. Ona görə də o millətin o Güneydəki kimsələr istər fərq eləməz. Ya Türkiyədən, ya Azərbaycanın quzeydən. O millətə kimsə, ya Amerikada, kimsə rəçətə yaza bilməz. Rəçətə yaza bilməz ki, o yandan demək gətir ora deyil. Hələ day demək biz Nəsirvan Barzani ilə Nəsirvan Barzanı mənim ölkəmdə gətirib ayağının altına xəli salarsan, qırmızı xəli. Mən də Türk olaraq, Azərbaycan Türkiyə olaraq, Sulduzlu olaraq, sonrasından demək ki, Urmiyəli olaraq onu görə demək, nə ilə məşğulsuz siz? Nə ilə məşğulsuz siz? Bunlar ayrı oyunla məşğuldular. Ona görə də bunun sabahı da vardı. Ona görə biz indidən millətimiz ayıq olmalıdır ki, ayıqdır və elə bu gündən də. Çünki bu işin axtarırlar. Demək ki, harada bir pürüz var, harada bir boş yer var, oradan soxularlar, alveriş eləyərlər. Elə Trump'ın ağzından çıxır, baxın söhbətlərinə. Trump'ın ağzından çıxır. Belə də bayaq da ərz elədim, bitirim də bu söhbəti. Çıxıb belə də təhvil. İran milləti, böyük millətdir. Deyim, onda sən bilməm, harada oxuyubsan sən dərsi? Harada oxuyursan, mən bilmirəm. Sən bilmirsən, qəziyə nədir? İran milləti. İran milləti vardı. İranda demək, bunlar böyük millətdilər, bunlar filandılar, day demək, bunlar boş-boş şeylərdir, kəlləzə doldurublar. Bir zamanlar doldurdunuz bu Ağ Evi də, Xarici İşlər Nazirliyində, Müdafiə Nazirliyində o qızcığazlardan birindən də elə Tehran rejiminin əlindən çıxan jurnalisti, siyasətçilər, hamısı. Bütün televizyonları, ondan sonra stratejik araşdırma mərkəzləri, hamısı Tehran rejiminin əlindən çıxanlardır. Hamısı da gəlib farsçılığa xidmət edir sizin yanınızda. Bütün informasiyanı onlardan alırsınız. Bütün demək ki, Kanada, Amerikada mallacığazların uşaqları və çoxu da siz üçün analitik edirlər və demək ki, analiz verirlər sizlərə, fikir verirlər sizlərə. Bir dənə iki dənə deyil ki. Bəli. Ərzəm müəllim, mən təşəkkürümü bildirirəm. Sağ olasınız. Gözəl bir danışıq oldu. Bilməm, son sualı mən sizdən belə sorum. Əlbəttə, fikrim danışığım arasında. Bu danışıqlar indi gəlin irəlidaşı həftəyə demək olar atıldı, mulkul olundu. Yəni davamı idaması mulkul deməyək. Üçün bu günlərimiz oldu. Əgər bu davam tapsa, təvafuqa yetirsələr, İran-Amerika vəziyyəti necə olacaq? Gerçəkdən o ki, rəssanələr deyirlər, bunlar yeni sədiyən kimi olub çay içmək şirin olacaq. Ya yox, bir dənə bəhanə axtarır Amerika ki, hər halətdə İsraili razı saxlasın və İranı vursun. Sadəcə Amerika gəlib deyir ki, baxın, mən gəldim İrandan təvafuq edirəm, İran eləmədi. Bu yandan da İran məsələsi. İran gerçəkdən zaman alır, bu oyunların içinə girir, bu danışıqların içinə girir. Ya yox, İran bu öz iç məsələsindən, eşi məsələsindən yorulubdur və gerçəkdən bir dənə təvafuq istəyir. Əgər yetir məsələ təvafuqa, Amerika görünən kimi bir tuları, filanları gətirib də İranı vuracaqdır. Vursa hansı vəziyyətdə vuracaq? Elə vuracaq ki, hökumət dəyişilsin. Ya yox, elə bayaq siz dediniz ki, bir dənə şou yaradır, bir dənə reklam yaradır ki, desin mən var idim və gəldim özümü göstərdim. Bu qədər. Trump istəyi göstərir. Trump şovmen olub da. Trump'ın demək ki, teatri, şovmeni, filanı, hamısı var. Və Fox TV-dən də elə demək yuvası doğru idi filan da. Elə çox vaxtda deyildi filan kəsdən mən çox da şovmenlikim var. Niyə mən zadınım? Çox da demək ki, çalışdı o işdə babağa geçsin getmədi. Zelenski niyə? Zelenski doğrudan da ödüllər aldı. O işi Zelenski göstərdi. Doğrudan da hər yerdə demək ki, bu adam hər yerdə, siyasətdə də, ondan teatrda da, sənətdə də bacarığını göstərir doğrudan. İndi bunun demək ki, mən deyə bilmərəm, bunun genindədir, o Yahudi qanundadır, onu deyə bilmərəm. Amma məsələ buradadır ki, bu günləri siz də mallaları tanıyırsınız, mən də tanıyırım, qəşəng tanıyırım. Heç kəs bizlər qədər mallaları tanımaz. Seyidi də, mollanı da, Nöhəxanı da, ondan sonra dua yazanı da, bunların hamısını mollalardır. Yəni bu mallalar bu günləri bu mallalar hətta belə Bəşar Əsəd kimi, Məhəmməd Rıza kimi deyirlər, duralar, minələr uçağa kimsə mindirə, götürə gedələr ya orada demək ki, Ənvər Sadatdan biri, ya demək ki, harada, hansı Meksikada orada birisi bunu qəbul eləyə, ya Moskvada. Mallalar belə deyirlər. Bunlar ətrafında da neçə yüz min hara gedəcəklər? Bu adı nədir? Trump dedi ki, yaxşı, bu Qəzzədəkiləri mən yollayıram gəlsinlər orduna, Yordaniya və yaxud Misirə. Məlik Əbdullah durdu belə getdi, heç kəsin xəbəri olmadan Ağ Evə getdi. Orada da beçaranın gözləri də belə qırpa, dodağı əsirdi. Dedi, Allah yıxmasın, Trump, hara göndərirsən bunları? Hayır, bizə göndərmə.
Hələ baxmayaraq ki, Məlik Əbdullahın xanımısı Rayna xanım çox modern, özü Filistinlidir. Amma qara sentyabr yaddan çıxmayın, bax Filistinlilərlə Yordaniyada Məlik Hüseyin filan. Və Misirdə də Sisidə yolu aşmadı. Dedi ki, yo, mən açıb bıraxmayacağım, elə də Filadelfiyada bir nəfər də qoyun mən. Çox bağışlayın. O Yahya Sinvarı niyə öldürdü? Orada qalmışdı tək başına. 3 nəfər idilər. O işə tək qalmışdı, o sınırdan bir zərrə sınırın üstündə idi. Qaçsın, keçsin otaya Misirə keçə bilmədi ki, vurdular, getdi. Sözüm ondadır ki, ərəblər dedilər, bu Filistinlər biz istəmirik, başın bəlasıdır. İran adlanan yerdə olan mallar və bunlarla olan dəstələr ki, vardı ki, bunlar. Və özəlliklə bu son 150 ildə bu küll İran adlanan yerin Məmalik Məhrusənin başının bəlası olublar. Hər demək ki, bir müsbət hərəkatı və müsbət bir fikrin qatili bunlardılar. Millətlər, insanlar bunlardan bezişiblər. Bunların qanına yerikləyirlər. Bunların ətrafında ki, o 20-30% deyil. 20% zat ki var, özləri də ağzından gəlir. Xameneyi keçən həftə danışığında deyirdi. Deyirdi, işdən bir şey olmayacaq çöldən, amma içəridən filan olar. Amma içəridən daha 2 il bundan qabaq 2004 sən deyəsən gedin vurun. O adamlar ətrafındakılar hamısı qorxuya düşübdür. Və insanlar illərdir İran adlanan yerdə deyirlər ki, bu mallalardan belə işgəncə, yəni misal üçün Sayın Arazbəy, sən də bilirsən. Əgər bu günləri mən çıxıb deyirəm və ya biri mənə oxşar deyə, bu mallalar 10 minlərcə adam öldürüblər. 100 minlərcə İran adlanan yerdə zindanlar, adamlar, 100 minlərcə adam öldürüblər. 7 milyondan artıq bu İran adlanan yerdən adamlar qaçıb zəlaivətən olub. Niyə? Bu adam bu mallalar qırğına veribdi. Hamısı da bəlli, həm o yalancı zadla, Səddamla savaşlar və hətta bu günləri bu Suriyədə, indi elə həmin adamlar gediblər Zeynəb-i Kübranın məzarını qoruyalar Suriyədə. İndi ki, bu adam nə oldu be? Bizi oraya yollamışlar qorumağa. Hamısı qoydular bizi demək ki, bız üstündə. Ona görə də bunların qaçacaq yeri yoxdur. Ona görə söylədim. Hara qaçacaqlar? Nə qədər qaçacaqlar? Kanada gündəlik bir dənə qanun çıxardır. Amerikanın keçən həftə gördünüz, Senatda da, Konqresdə də. Qanunlar çıxardır ki, Tehran rejimi hər yandan bədbərəsini bağlayırlar. Trump'lıq bu deyil. Hər gün keçdikcə senatorlar, konqresmenlər hamısı bu işdə demək ki, müttəfiq oldular. Ona görə də bu günləri bunların qutaracağı bir yerləri yoxdur. Amma o nüvə silahı, atom bombasına lazım olan o nüvəni qidalandırıblar. Sarı tortadır, ondan sonra sentrifujların ən bahalılarını alıblar. Bu Avropalıların da bir dənə dərdi var. İndi siz deyəcəksiniz, ayaclar, bu Avropalılar, bu Amerikalılar, bu Almanlılar neçə illərdir bunların başına it oyunu gətirir, bu Tehran rejimi niyə davam gətirir? Ona görə ki, alır, qutarmayan qədər pulu verir, hardan gətirib? Tehran rejimi hara, o güclükdə santrifujlar hara? O texnika hara? Yadınızda deyil, bu təzəlikdə Trump gələndən sonra bir dənə gedəni tutdular ya, İtaliyada. O xanım getdi, yalvardı ay Trump'a. Trump da tez onu verin, gəlsin, biz ondan bir istintaq eləyək. Tehran rejimində bədbax o jurnalisti tutdu, İtaliyalı o qızı. Dedilər ki, demək ki, İtaliyanın baş naziri o xanım durdu, qaçdı, ay adı Trump, sən bunu istəmə, biz onu qoy götür, bıraxaq geçsin İran adlanan yeri, o jurnalisti bıraxsınlar. Haydi, çox haydi düşmədi. Amma sən deyir, bunlar nə eləyiblər? Nə eləyib ki, demək ki, alış-veriş eləyib Amerikanın özündən, texnika filan. Və bu Tehran rejimi belə zatları hardan gətirir? Belə bu uçaqların ondan sonra hər gün də göstərirlər. Bunu özləri istehsal edir. Yox ha. Məsələ budur. Bu Avropalılar alırlar və pullar hara gedir? Hər kəs də demək ki, götürür Kanadaya milyardlarla, ondan Avropaya milyardlarla. Elə bizdə belə fikirləyir ki, elə hər kəs bu sarılar, demək ki, sarılar demokrasiya aşıqdırlar, insan aşıqdırlar, çəkilin də davay bura. Elə deyil. Elə deyil. O bir dənə orada Avropada, bir dənə oyu, bir dənə səs verməni hər şeydən üstünlüdür. Öz gəlirləri var. Özü də hamısı plajir. Mən Avropanın, Amerikanın, gəlişmiş dünyanın, azad dünyanın əldə etdiyi o nailiyyətləri, demokrasi, insan haqları filan. Amma görək, aya doğrudan da var olan bu hakimiyyətlər buna sadıqdırlarmı? Yox, elə deyir hamısı. Hələ deyir. Ona görə də belə 45 ildir bu Tehran rejimi nə etməyib ki? Nə etməyib? Səfirlik tutub, adam oğurlayıb, giro saxlayıb, elə da giro saxlamaq. O Möhsini var, İnqilab Qvardiyasının başçısı. İndi demək ki, İspaniya tərəfindən yenə də axtarışladı. Adam öldürən o İnqilab Qvardiyasında idi. Sipahi paslarında. Bu keçən həftə, bir ay bundan qabaq deyildi ki, biz bilirsən, bu arada bu yaxınlarda, bu Amerikalılardan vardı, Bəhreyndə filan da. Gedəyim bunlardan 1000 nəfər tutaq.
gətirək. Mohsen Yenə Rza. bunlar hər birindən kilo saxlayaq, hərəsinə bir neçə milyon dolar alaq, öyrəşilir onlar da verirlər. Onlar da verirlər. Deyirlər səsini də çıxartmın. Əgər səni zorlayıblarsa da başıma nələr gəlir. O Avstraliyada çox xanım hələ indi dili açılır. Sonrasında səsini çıxart, pulu da verirlər. Teröristlərini də azad etdirirlər. Hamısı bunlar eləyiblər. İndi də demək ki, Tehran rejimi də gəlib bunların dilini bilir. Tehran rejimi məsələn bu 2-3 gün içində Amerika ki dayanmışdı, Trump da biraz deyirdi, yox, birbaşa olmalı danışıq, üzbəyiz olmalıdır. Ya vatsalı mallalar gedək ki, yox, dayan da neynəysən birbaşa, o olmasın, bu olsun, belə filan. Yəni bir dənə oyun çıxartdı ki, onlar da mənafeyinə baxır. Amma məsələ budur ki, bu dəfə bu İran adlanan yerdə bu söhbətə də bunun zadına çəkiblər, qoyublar da görürsən də deyil. Bunlar nə doldurublar bütün zadları. Məsələ buradadır ki, bu günləri bu da İran adlanan yerdə getmir. Bu millətlərin yaşamı, durumu, dərmanı, işi, istəmirlər. Bu sistemi istəmirlər. Aya Bolşevik dövlətindən, Komünist Sovet dövlətindən güclüdürmü? Yox. Onu Amerika partlatmadı, Soveti. İçindən və yaxud Yugoslaviya dövləti, çox dövlətlər var. Millətlər istəmir. İran adlanan yerdə də bu Azərbaycan türkü ki var ki, bu Azərbaycanlılar var ki, bu rejimləri istəmirlər. Bunlar Türk düşmanıdırlar, insan düşmanıdırlar, azadlıq, demokrasi düşmanıdırlar. Bunlara oxşayanları da ki, bəzəyib gətirirlər. Elə sən ged İran adlanan yerə, gedən demokrasi, demokrasidir. Biz səni oraya yapacağıq. Getməz, getməyəcək. Olmaz. Təşəkkür bildirirəm dəyərli Sayın Əcdə Tərcazcan Aparat Güney Azərbaycan Demokratik Düşməni Başkanı. Sayın Araz bəy, iki cümlə. Siz hər hava salırsınız, salırız. Hər hava salırsınız, salırız. Biz Azərbaycanın güneyində bizim millətimiz başa düşüb ki, yol haradır. Bu türklük əsasında Azərbaycanın güneyinin bağımsızlığıdır. Müstəqil Azərbaycan, bütün Azərbaycan. Dünənki həvadisə də qayıtmıram. Bu həftə içində, bu son günlərdə Antalya'dan başlayaraq, Ağdənizdən həvadisə sən gedəndə qalırsan, deyəsən bu Türk dövlətlərin başçılarına, bu Türk millətinə demək, siyasətçilərə, sən bu da gücün burada, bu 40 milyonun qarşı heç olmasa mediasını az, söhbətini az, ondan sonra gör nə olacaq. Yəni ona görə də istəsələr də, istəməsələr də bu millət bu məmləkətin bağımsızlığını qoyubdur və bu Azərbaycanın bütövlüyünü qoyubdur. Bu Qafqazlarda və bu bölgədə Türkiyədə canı qutarar bu haqq-ozaqlardan. Ondan sonra bizim də bu Türk dünyasının özü necə özünə gəlir, lab möhkəmləşər. Təkişər, gəlişər. Təşəkkürlə Araz bəy, buyuruz. Mən təşəkkür edirəm dəyərli Əjdər müəllimə. Bu gün bizim proqramımız özəl proqram idi. Bizim çox qonağımız var idi. Sayın Cahandar Bəyoğlu cənabları idi. Sayın Yunus Şamil cənabları idi ki, maalesef səsləri çıxmadı. Sayın Babaş Bəxtəvər idi. Sayın Məcid Cavadi idi. Və demək olar Sayın Babək Azad idi. Və digər dostlar ki, mən bəlkə hatta yadımdan çıxdı deyəm indi. Demək olar bizim üzümüzdə gələn cumartesi də elə bu proqramın davamında, əlbəttə proqramımız bizim bu həftə içində idamı tapacaq, amma elə İran-Amerika demək olar oturumunda ki, irəlidəki həftə cumartesi ya şənbə günü olacaq, yəni bizim danışığımız canlı olaraq olacaq, davam tapacaq. Umuram ki, bizi oturub eşidənlər də razı oldular və ya daha sonra eşidənlər də razı olacaqlar. Bir daha öz minnətdarlığımı bildirəm hamımızı. Allah'a tapşırıram. Sağ yaşayın. Araz bəy, çox sağ olun. Tanrı sizi qorusun. Bu darısqal bu əyyamda, bu az imkanlarla demək ki, hər kəsin də demək səsimizi hara çatdırırsınız, var olasınız. Tanrı sizi qorusun. Təşəkkür edirəm mən. Mən təşəkkür edirəm. Allah'a emanet. Minnətdaram bəy. Thank you.